Gürcüstanın Marneuli rayonundakı toy karvanında ağır qəza baş verib. Hadisə yanvarın 28-də Baydar kəndi yaxınlığında qeydə alınıb. Bildirilib ki, dəhşətli qəza toy karvanında avtomobillərin bir-biri ilə yarışması səbəbindən baş verib. Belə ki, avtomobilin aşması nəticəsində Üfüq Bədəlov və Ümid Adıgözəlov qəza yerində həlak olub. Qəzada xəsarət alan şəxslərdən 24 yaşlı Sənan Şərifov Tbilisidəki xəstəxanalardan birində həyatını itirib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, 64 yaşlı polkovnik bugün uzun sürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır. Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri dünyasını dəyişib. Rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb. Onlardan ondan çox bıçaq xəsarət alan Zoya Əhmədova həyatını itirib. Digər zərər çəkən ağır halda xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur. Ağır xəsarət alan 2 uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Emin Xaləddin oğlu Vəliyev Vətən Müharibəsi qazisi 3-cü qrup əlillidir. O, ailə münaqişəsi zəminində anası 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, həyat yoldaşı 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir. Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.